birləşən strukturlarda saxlanılmalıdır. Komitələrin, nazirliklərin, hətta bəzilərinin ləğvi Nazirlər Kabinetinin gündəmində olmalıdır və dövlət bundan kifayət qədər ciddi vəsaitə qənaət etməlidir. Burada həkimlərin, müəllimlərin maaşlarının məsələsi də çox ciddi şəkildə hesab edirəm qoyulmalıdır. Bu sektorda çalışan insanların ödənişləri, onların xidməti müqabilində onlara olan ödənişlər olduqca aşağıdır və korrupsiya və rüşvətxorluğa qarşı mübarizə istiqamətində fəaliyyət göstərən komitə varsa, bu istiqamətdə mütəmadi bəyanatlar dövlət başçısının dilindən səslənilirsə, prezident bu istiqamətdə Azərbaycan hökumətinin gördüyü işlər barədə məlumat verirsə mütəmadi cəmiyyətə, hesab edirəm bu istiqamətdə daha şəffaf olmaq üçün məhz onların əmək haqqının qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır. Ola bilsin ki, bugün Azərbaycanda hər şagirdə düşən, demək, hər müəllimə düşən şagirdin sayı digər Avropa ölkələrindən çoxdur. Bəlkə zaman-zaman bunların da hamısını tənzimləmək, birdən-birə işsizlik problemi yaratmamaq, amma tənzimləmək, rayon bölgələrində məsafələrə uyğun əmək haqqı ödənilməsini təmin etmək, məsafələrə uyğun güzəştli maaş sistemi müəyyən etmək, yerlərdə ixtisaslı kadrların yerləşdirilməsi üçün kifayət qədər ciddi bir siyasət ortaya qoymaq lazımdır ki, kənd yerlərində də ixtisaslara yiyələnə biləcək şagirdlərin, məzunların sayı çoxalsın. Mən bir dəfə demişəm, tələbə qəbul üzrə Dövlət Komissiyasının verdiyi rəylərə görə elə kəndlər var ki, 10 illərdir oradan ali məktəbə qəbul məsələsi faktik olaraq yoxdur və yalnız rayon mərkəzlərində və yaxud ixtisaslaşmış yeni məktəblərdə bu var. Bundan sonra tibbi sığorta məsələsini də hesab edirəm ki, biz artıq sistemə salmalıyıq və xəstəxanaların özəlləşdirilməsi və yaxud dövlət xəstəxanalarının xüsusi tibbi sığorta kartları vasitəsilə idarə olunması və əhalinin də bu sahədə həm xəstəliklərin qarşısının alınması istiqamətində, həm də güvənli tibbi sığorta siyasəti haqqında bir yeni qanun qəbul etmək lazımdır. Hesab edirəm ki, bütün bunları hökumət gələcək fəaliyyətində nəzərə almalıdır ki, böhranın hələ nə vaxta qədər davam edəcəyi barədə ciddi bir heç kim proqnoz verə bilməz. Dünyada baş verən bu xaosun, qarışıqlığın və mütəmadi yeni münaqişə ocaqlarının yaranması böhranın dərinləşə biləcəyi ehtimalını artırır. Ona görə də hökumət hər bir halda bunlara hazır olmalıdır. Çox sağ olun.